reyslərin 96%-i Biletmas portalına qoşulub. Hazırda portalda 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Novruz bayramıyla əlaqədar olaraq demək biz birbaşa olaraq internet vasitəsilə bilet almaq istəyirik bölgələrə. Bakı, məsəl üçün Göyçay. Vuraq görək bilet varmı? Demək, ayın 21-nə vuraq. Demək, bilet yoxdur. Bu saatları 8-dən 12-yə kimi, 9-dan 13-ə qədər, 10-dan 14-ə qədər, 13-dən 16-ya qədər, 13-dən 17-yə qədər. Hal-hazırda 21 tarixinə 14, 30, 18, 30-a qədər var. Görək, almaq olacaqmı? Rejim müddəti martın 30-na kimi davam edəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımanı həyata keçirən bütün daşıyıcılara fasiləsiz və təhlükəsiz sərnişin daşımanı həyata keçirməklə bağlı müvafiq tapşırıqlar verilib. Sərnişin tələbatı nəzərə alaraq xəttə lazımi sayda əlavə nəqliyyat vasitələrinin buraxılması təmin edilir. Sevindirici haldır ki, vətəndaşlar biletlərini öncədən onlayn qaydada əldə edərək səfərlərini reallaşdırırlar. Bu da əlbəttə ki, vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından vacibdir. Bir ilə yaxındır, belə deyim, mən istifadə edirəm onlayn xidmətdən. Çox operativ, çox rahat olur. Telefondan zakaz elədik, aldıq da. Evimizə gedirik, qohumlarımızın yanına gedirik, bayramlığa gedirik. Qeyd edək ki, görülən işlər həm də ölkə daxili turizm səfərləri etmək istəyən vətəndaşlar üçün də geniş imkanlar yaradır. Ümumiyyətlə 20-sinə biletlər yoxdur, satılıbdır. Bayramımız mübarəkdir.